Ver kadrı. Deməli BMW F10'du, karekadı. Yanımıza yaxınlaşdı, avtomobildə elektrik problemi var. Sidenkada problem var, kodirovka istəyir. Onları düzəldəcək inşallah. Karekadı dil yazıblar, rus dili. Amma diagnostikada göstərir, dillərdən yoxladıq, dillərlə vasitəsilə. Diagnostikada göstərir ki, proqram təminatı düzgün yazılmayıb. Xətasını verir. Kareka olmasına baxmayaraq, istənilən F və G seriyalarının 2026-ya qədər fərq eləmir. Bütün kareka BMW-lərin hamısına dil yazımı, proqram, CarPlay və bir çox proqram təminatını eləyirik. Bunu keçdik, qoyduq qırağa. İndi stopunda problem vardı, onu da təminatı düzəltdik. Bir dənə G30'umuz buradadır. Deməli, qardaş bu avtomobili paketə yığdırıb. Sağ tərəf farı işləmir. Onda bir problem var. Baxdıq, proqram təminatı düzgün deyil, pil xətləri düzgün çəkilməyib. Bundan əlavə olaraq qafas aşıbqa xəta verir. Ön radar hissələri xəta verir. Distorluq, yəni kör nöqtələrin hamısı xəta verir. O problemləri qaldırmaq üçün də buferlə sökülür və inşallah buferlə söküləndən sonra bütün problemləri aradan qaldırıb, kodirovka proqram təminatlarını da eləyib, həll eləyəcək, yoluna qoyacaq inşallah. Bundan əlavə olaraq bu F10'da antifriz problem var. İnşallah ki, onda da su axıntısı var ki, yüksək təzyiq verir pasoka ki, pasokdan görək təzyiq verdiyimiz zaman davleniya təzyiq yığılsın ki, görək buraxma hardandır, paturkalardandır, yoxsa müəllikin daxilindədir. Yaxınlaş, biraz zəhmət olmasa. Burada bir dənə BMW F10'umuz var. Bu F10'da titrəmə problemi var. 60'dan başlayır 120'yə qədər avtomobil çox sürətlə titrəmə baş verir bu avtomobildə. O problemi inşallah aradan qaldıracağıq. Demək ki, 50% görülüb. BMW bir dənə G30'umuz oradadır. B58 motorla. Yəni 3 motor, B58, Ponlu full komplektasiya. Onda həm elektrik işləri var, həm də ki, mexaniki problemi var. Onları da aradan qaldıracağıq. Bir dənə 330, burada F30'umuz var. Bunda sepbaşmaq dəyişimini elədik. Və indi isə gətirib ki, vozluxam ilə bağlı problem var. O problemi də aradan qaldıracağıq. Bir dənə 189 burada F30'umuz var. Onda sıfırdan mühərrik yığdıq. Tam ideal vəziyyətdədir. Müştərisi isə avtomobil sahibi daha doğrusu rayondadır. Onu gözləyirik ki, gəlsin. Bir dənə orada F10'umuz var. Onda da qabaq bufer rəhləndi. Sol qanat, yəni krilo hissəsi rəhləndi. Elektrik işləri vardı. Onlar görüldü. Keçək bura. Yaxınlaş bura zəhmət olmasa. Burada bir dənə F30'umuz buradadır. Bir dənə F30'umuz buradadır. Gördüyünüz kimi bunda da sökülük. Sepbaşmaq dəyişimi olunacaq. Ümumi qulluq olunacaq inşallah. Burada dinamo remeni dəyişilməlidir. Filtr korpusdan yağ axıdır. Onlar dəyişiləcək inşallah. Bir neçə problem var. Onları da aradan qaldıracağıq. Bir dənə də BMW F10'umuz burada var. Avtomobildə silindir problemi var. 3-cü silindir xəta verir. Həm yanacaqla bağlı problem var ki, silindir dəyərlərinə baxdıq ki, farsonkalarda problem var. 3-cü silindir farsonkasında və babində problem var ki, toku düzgün vermir. Kuzeye yayır və bu da başlayır ani qazlar kökləndiyiniz zaman başlayır titrəmə problemi verməyə. Bu problemlərin hamısını aradan qaldırıb inşallah müştəri təhvil verəcək. Keçək bura. Burada da isə bizim plug-in hibrid F30'umuz var. Bu gördüğünüz avtomobil. Bunda da biz aporunu dəyişirik. Bundan əlavə olaraq nakladka dəyişimi olacaq. Stabilizator stokat çubuqların dəyişəcəyik. Sağı sola, solu sağa bağlayıblar. Maşında səs var. İnşallah yenisi ilə, orijinal ilə əvəz edəcək, sifariş eləmişik, gələcək. Bütün avtomobillərdə nə problem var, hamısı aradan qaldırılacaq və təbii ki, zəmanəti ilə bir yerdə müştərilərə təhvil veriləcək. Əgər siz də istəyirsinizsə, bizim ünvanı seçə bilərsiniz. Avtoklinik Azərbaycan.